Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə müəyyən integrala aid olan tapşırıqları davam edirik. 61-ci tapşırıqdan davam edək. İntegral 2-dən 3-ə 1 çıxılsın x-in kubu bölünsün 1 çıxılsın x dx bərabərdir. Əvvəlcə verilən kəsri sadələşdirək. Kublar fərqini surət 1 çıxılsın x, 1 üstəgəl x, üstəgəl x kvadratı ilə açılır. Məxrəc 1 çıxılsın x, dx, aşağı sərhəd 2, yuxarı sərhəd 3. Deməli, 1 çıxılsın x-lar verir ki, x-lar gedir, qalır 1 üstəgəl x, üstəgəl x kvadrat dx. İbtidai funksiyanı yazırıq. 1'in iptidai funksiyası x, x'in iptidai funksiyası x kvadrat bölünsün 2, x kvadratın iptidai funksiyası x'in kubu bölünsün 3. Aşağı yuxarı sərhəddə qeyd edirik və keçirik hesablamaya. Əvvəlcə yuxarı sərhəddə x'ların yerinə yazırıq. 3 üstəgəl 3'ün kvadratı 9 bölü 2, 3'ün kubu 27 bölü 3. Çıxılsa aşağı sərhəd x-ları yerinə yazırıq. 2 üstəgəl 2'nin kvadratı, yəni 4 bölü 2. 2'nin kubu, yəni 8 bölü 3. 27 bölünsün 3, 9. 9 üstəgəl 3 bizə 12 verir. 9 bölü 2. Hələlik olduğu kimi yazılsın. 4 bölü 2, 2. 2 üstəgəl 2, 4. Çıxılsın 4. Və çıxılsın 3'də 8. 12 çıxılsın 4, 8. Qalır bu kəsirlər. 2'də 9 çıxılsın 3'də 8. Bunu ayrıca hesablayaq. 6 məxrəcini gətirək. Deməli, 9'u 3'ə vurduq 27. 8'i də 2'yə vurduq 16. Bizə verdi 6'da 11. Deməli, 8 tam 6'da 11. Bu da bizə verəcək 6'da 59. Deməli, 61 cavabımız olur. C variantı. Keçirik 62'ye. Oxşar sualdır. 1 üstəgəl x'in kubu bölünsün 1 üstəgəl x. Surəti açırıq. 1 üstəgəl x. 1 çıxılsın x üstəgəl x kvadrat. Məxrəc 1 üstəgəl x. dx. Bir üstəgəl x'lar gedir. Qalır 1 çıxılsın x üstəgəl x kvadrat dx. İbtidai funksiyasını yazırıq. Və sərhədləri qeyd edib. İbtidai funksiyanın 2 və 1 nöqtəsindəki qiymətlərinin fərqinə baxırıq. Əvvəlcə 2'ni yazırıq yerinə. 2'nin kvadratı bölü 2, yəni 4 bölü 2. 2'nin kubu bölü 8. Daha doğrusu 2'nin kubu 8. 8 bölü 3. 1'i yazırıq yerinə. 1 çıxılsın. 1'in kvadratı ilə bizə 1 verəcək. 1'in kubu 1 verəcək. Və hesablamaya baxırıq. 4 bölünsün 2, 2. Baxlar burada gedir. Qalır 3'də 8. 1 çıxılsın 2'də 1. Bu da bizə 2'də 1 verir. Deməli, çıxılsın 2'də 1. Çıxılsın 3'də 1. 3'də 8 çıxılsın 3'də 1. Bu da bizə verəcək 3'də 7. Çıxılsın 2'də 1. 6 məxrəcində yazaq. 2 bölü 7, 14. 1 bölü 3, 3. Bu da bizə verəcək 6'da 11. C variantı. 63. İntegral 1'dən 2'ye. X kvadrat çıxılsın 1'in. X üstəgəl 1'ə nisbəti. Əvvəlcə kəsri sadələşdiririk. Surət x çıxılsın 1, x üstəgəl 1. Məxrəc x üstəgəl 1. X üstəgəl 1'lər burada x'lar gedir.
x üstə gəl 1-dən gedir. Qalır x çıxılsın 1 dx. İptidai funksiyası x kvadrat bölü 2 çıxılsın x. Sərhədlər 1, 2. Getirib yerinə yazaq. 2'nin kvadratı bölünsün 2. Çıxılsın 2. Sonra aşağı sərhəddə yazırıq yerinə. X-in yerinə 1 yazırıq. 1'in kvadratı ilə 1 olacaq. X-in da yerinə 1 yazırıq. Deməli, 2'nin kvadratı 4 bölü 2, 2. 2 çıxılsın 2, 0. Birinci mötərizə bizə 0 verdi. 2'də 1 çıxılsın 1, mənfi 2'də 1, qarşısında da mənfi var, olur. Müsbət 2'də 1. Yəni 0,5 Y variantı. 64. Oxşar sualdır. 1 çıxılsın x kvadrat, 1 üstə gəl x dx. 1 çıxılsın x, 1 üstə gəl x. Məxrəcimiz 1 üstə gəl x. Dx 1 üstə gəl x-lar gedir. Qalır integral 1'dən 2'yə 1 çıxılsın x dx. İptidai funksiyasını yazılır. X çıxılsın x kvadrat böl 2. Sərhədləri qeyd etdik. Əvvəz x-ların yerinə 2 yazırıq. 2 çıxılsın. 2'nin kvadratı 4 bölünsün 2, 2. İkincidə 1 yazırıq. 1 çıxılsın 2'də 1. Yenə də birinci mötərizə bizə 0 verir. 1'dən 2'də 1 çıxılır. 2'də 1 qarşısında da mənfi var. Olur. Mənfi 2'də 1. Bu da bizə verilir D variantında. 65. İntegral A'dan B'ye 2 fx dx bərabərdir 3 tam 2'də 1 olarsa integral A'dan B'ye 3 fx dx'ı hesablayın. Fikir verək. Bunlarda fərq nədir? Birində funksiyanın qarşısında 2 əmsal var, digərində 3. Deməli, biz 2 əmsalını integralın qarşısına çıxaraq, integral şaresinin qarşısında yazaq. 3 tam 2'də 1 çevirək düzgün olmayan kəsrə. Və burada integral A'dan B'ye fx dx bərabər olur. 2'də 7 bölünsün 2. Yəni 4'də 7. Və gətirib sualda yerinə yazırıq. 3 vurulsu integral A'dan B'ye fx dx bərabərdir. 4'də 7'ni vururuq 3'ə. Bu da bizə verir. 4'də 21. 4'də 21. Yəni 5 tam 4'də 1. Bu da bizə verilir D variantında. 66. İntegral 1'dən 2'yə x kvadrat üstə gəl. Daha doğrusu x kub üstə gəl x kvadrat x kub üstə gəl x kvadrat üstə gəl x üstə gəl 1 bölünsün x üstə gəl 1 dx. Əvvəlcə surəti sadələşdirək. Orta qurul mötərizə xaricindən çıxaraq x kvadrat mötərizə xaricindən çıxsa qalacaq x üstə gəl 1 x üstə gəl 1'i də ayrıca qruplaşdıraq və buradan da deməli x üstə gəl 1 mötərizə xaricindən çıxır. Qalır x kvadrat üstə gəl 1. Məxrəcimiz də x üstə gəl 1. Dx x üstə gəl 1'lər gedir. Qalır integral 1'dən 2'yə x kvadrat üstə gəl 1 dx. X kvadratın iptidai funksiyası x kub bölünsün 3. 1'in iptidai funksiyası x. İntegral 1'dən 2'yə. Sərhədləri 1'dən 2'yə. Deməli 2'ni gətirib x-in yerinə yazırıq. Olur 8 bölünsün 3. X-in yerinə 2 yazanda 2. Çıxılsa 1 yazırıq. X-in yerinə olur 3'də 1. Üstə gəl 1. Deməli, və mötərizələri açaq.
3'te 8, üste gel 2, çıxılsın, 3'te 1, çıxılsın 1, 3'te 8'den 3'te 1 çıxırıq, 3'te 7, 2'den de 1 çıxırıq 1. Bu da bize verir 3'te 10. 7D variantı. 67 oxşar sualdır. Birbaşa surətdə x kub və x kvadratdan x kvadratın mötərizə xaricinə çıxarıram və x çıxılsın 1-i də qruplaşdırıb mötərizədə yazıram. Məxrəcdə x çıxılsın 1. Yəni çox ədli qurğulara ayrılması qaydası ilə surət sadələşir. X çıxılsın 1 orta qrup üçün mötərizə xaricinə çıxır. Qalır x kvadrat üstə gəl 1. Məxrəcdə də x çıxılsın 1 var. X çıxılsın 1-lər gedir. Qalır integral 2'den 3'e x kvadrat üstə gəl 1 dx tedavi funksiyası olur. X kub bölünsün 3 üstə gəl x 3'ü gətirib x'in yerine yazırıq. 27 bölünsün 3 üstə gəl 3 çıxılsın 2'ni yazırıq. Olur 8 bölü 3 üstə gəl 2. Və mötərizələri ataq. 3'te 27 çıxılsın 3'te 8 üstə gəl 3 çıxılsın 2. Deməli olur 3'te 19 üstə gəl 1 yəni 3'te 22. Doğru cevabımız A variantı. 68 integral 0'dan A'ya 3x'in kubu üstə gəl 2x dx beraberdir bir taneliğini ödeyen A'nı tapın. Ve A'nın işaretini bize nispet verir. Deməli, 3x kubun tedavi funksiyası 3. Deməli, x üstü 4 bölünsün 4. 2x'in tedavi funksiyası x kvadrat 0'dan A'ya beraberdir 1. A'nı getirip x'ların yerine yazırıq. Olur 3A üstü 4 bölünsün 4. İşte gel A'nın kvadratı sıfırlar yazılmış sıfır olacak. Yani yazmaya ihtiyacı yoktur. Her taraflarını 4'e vuraq. 4'ü 1'e vurub 4 geçirək sol tarafa. Ve A kvadrat beraberdir. T ile ifade edək. 3T kvadrat üstə gəl 4T çıxılsın 4 beraberdir 0 ve diskriminantı tapaq. 16 üstə gəl 48. Bu da bize 64 verir. T1 beraberdir. Menfi 4 üstə gəl 8 bölünsün 6. Bu da bize 6'da 4 yani 3'te 2 verir. T2 menfi 4 çıxılsın 8 bölünsün 6 menfi 2. Ve biz A kvadrat beraberdir. T ile ifade etmiştik. Deməli A kvadrat beraberdir. 3'te 2 A beraberdir. Plus minus yani müsbət menfi kökdə 3'te 2. A kvadrat beraberdir. Menfi 2. Elbette ki bu da ödenmir. Bizdə şərtdə deyildi ki A müsbət ədəddir. Buna göre cevabı müsbət götürməliyik. Yani A beraberdir kökdə 3'te 2. Doğru cevap A variantı. 69'a bakalım. İntegral 0'dan 1'e bir üstəgəl kosinüs 2x dx beraberdir P olarsa integral 0'dan 1'e sinüs kvadrat x dx'i tapın. Bir üstəgəl kosinüs 2x dərəcə aşağı sapma düsturlarına göre beraberdir 2 kosinüs kvadrat x. Buradan 2 integral işaretinin karşısına geçse integral 0'dan 1'e kosinüs kvadrat x dx beraber olur P bölünsün 2. Ve sualda bizden integral 0'dan 1'e sinüs kvadrat x dx'i soruşuldu. Biz bunu böyle yazaq. Sinüs kvadrat x'i yazaq. 1 çıxılsın kosinüs kvadrat x dx ve ayrı integrallar şeklinde göstererek 1 dx çıxılsın kosinüs kvadrat x dx.
Ve biz kosinüs kvadrat x artı tapmışıq pi bölü 2 getirib yerinə yaza bilərik. Birinci integralı hesablayaq. Sabit integral x olacaq. 0-dan 1'ə və deməli ikinci integralda yerinə yazırıq p bölünsün 2. Bak burada 1x'in yerine yazıldı 1, bir dəfə də 0 yazıldı. 1 çıxılsın 0 bizə elə 1 verir. Cevabımız olacaq 1 çıxılsın p bölünsün 2. Doğru cevabımız olur D variantı. 70'e bakalım. İntegral 0'dan 1'e 1 çıxılsın kosinüs 2x dx beraberdir m olarsa integral 0'dan 1'e kosinüs kvadrat x dx'ı tamam. 1 çıxılsın kosinüs 2x'ın da yerine yine dərəcənin aşağı salma düsturlarına göre yazar 2 sinüs kvadrat x dx beraberdir m. Ve buradan integral 0'dan 1'e sinüs kvadrat x'ı tapsaq bize verecek m bölünsün 2. Getirip sualda integral 0'dan 1'e kosinüs kvadrat x dx beraberdir. İntegral 0'dan 1'e kosinüs kvadrat x'in yerine yazsak 1 çıxılsın sinüs kvadrat x dx ve bunları ayrı ayrı integrallar şeklinde yazsak integral 1 dx çıxılsın integral 0'dan 1'e sinüs kvadrat x dx deməli sabit integralı x'tir. Çıxılsın sinüs kvadrat x'in de integralını tapdıq m bölünsün 2. Bu da bize x verecek. Kız çıxılsın m bölünsün 2. Daha doğrusu x'in yerine 1 yazsaq. X'in yerine burada 1 yazsaq. 1 çıxılsın 0 bize 1 verecek. 1 çıxılsın m bölünsün 2. Yani cevabımız B variantı. 71'e baxırıq. İntegral mənfi 1 bölü 2'den 0'a kök altında 2 vurulsun 1 çıxılsın kosinüs 2x dx beraberdir. Dikkatle fikir verin. Burada 1 çıxılsın kosinüs 2x özü 2 sinüs kvadrat x'la beraberdir. Karşısında da bir 2 var. Həmin o 2'nin 2'ye vuranda olacaq 4. Deməli kök altında 4 sinüs kvadrat x dx və 4'ten 2 çıxır. Kök altında sinüs kvadrat x'dan da modulda sinüs x yaza bilərik. Dx bərabərdir. Mənfi 1 bölü 2 0. Deməli, mənfi 1 bölü 2 0 4-cü rübdədir. 4-cü rübdə sinusun işarəsi mənfidir. Deməli, olacaq integral mənfi 1 bölü 2 0. 4-cü rübdə mənfi olduğu üçün moduldan əksi çıxacaq. Yəni, mənfi 2 sinus x dx mənfi 2 qarşıya keçir. Sinus x-ını da özünün iqtidai funksiyası mənfi kosinus x-dır. Deməli, vurulsun mənfi kosinus x. Sərhədlər mənfi 1 bölü 2'den 0'a. Deməli, burada müsbət olur. Müsbət 2. Bir dəfə 0 yazırıq. Yəni, kosinus 0 çıxılsın. Kosinus mənfi 1 bölü 2. Bu da bərabərdir. 1 çıxılsın. Kosinus cüt funksiyadır. Mənfisi gelir. Kosinus 1 bölü 2'de 0 alır. 1 çıxılsın 0. Cevap olur 2. Deməli, doğru cevabımız olur Y variantı. 72'ye bakalım. İntegral mənfi 1 bölü 2'den 1 bölü 2'ye kök altında 2'de 1. 1 üstə gəl kosinus 2x dx. İntegral mənfi 1 bölü 2'den 1 bölü 2'ye 1 üstə gəl kosinus 2x bölü 2'de 1 bize ilə dərəcənin aşağı salma düsturunu verir. Kosinus kvadrat x. Və kökdə kosinus kvadrat x-dan çıxacaq. Modulda kosinus x dx sərhədlərdə qeyd edək. Mənfi 1 bölü 2
müsbət pi bölü 2. Mənfi pi bölü 2, müsbət pi bölü 2 aralığında kosinus x'in işarəsi müsbətdir. Belə bir bax, mənfi pi bölü 2, müsbət pi bölü 2. Bax, qrafik əks toxumda yuxarıda yerləşir. Müsbət qiymət olur. Deməli, modul daxili ifadə müsbətdir. Müsbət olduğu üçün moduldan belə müsbət kosinus x çıxır. Və kosinus x'in ibtidai funksiyası 1, 2 sinus x'dir. Mənfi pi bölü 2'dən pi bölü 2'ye. Bu da bərabərdir. Sinus pi bölü 2 çıxılsın. Sinus mənfi pi bölü 2. 1 çıxılsın. Sinus mənfi pi bölü 2. Mənfi sinus pi bölü 2'ye bərabərdir. Tek funksiyadır. Ona görə olur 1 üstə gəlir. Yəni cavab olur 2. Burada sərhədlər sıfıra nəzəri simmetlikdir. Mənfi pi bölü 2, pi bölü 2. Bizim belə bir qaydamız var. Deməli, integral mənfi a-dan müsbət a-ya fx dx bərabərdir. Fx funksiyası əgər cüt funksiyadırsa, onda onun integral bərabər olur 2 vurulsun sıfırdan a-ya fx dx. Bizim misalımız həm də buna aiddir. Yəni bu qayda görə yaza bilərik. Kosinus x cüt funksiyadır. Sərhədlərdə sıfıra nəzəri simmetlikdir. Yəni biz burada yaza bilərik ki, bərabər bir 2 vurulsun integral sıfırdan pi bölü 2'ye deməli kosinus x dx bu da bərabərdir 2 sinus sıfırdan pi bölü 2'ye. Yəni 2 vurulsun sinus pi bölü 2 çıxılsın sinus 0. 2 vurulsun 1 çıxılsın 0 bərabərdir 2. Deməli cavabımız bizim olur B variantı. 73'e baxaq. İntegral 1'den 3'e x üstü 4'te 13 çıxılsın x üstü 4'te 1 məxrəc x üstü 4'te 9 üstə gəl x üstü 4'te 5 üstə gəl x üstü 4'te 1. Sadələşmə aparat kəsirin surət və məxrəcində deməli x üstü 4'te 1'i çıxaraq Nötərizə xaricinə 4'te 13'ü bölürük 4'te 1'e. O zaman çıxılır. Olur 4'te 12 yəni x kub çıxılsın 1. Məxrəclərdən deməli x üstü 4'te 1'in nötərizə xaricini çıxarsa 4'te 9 çıxılsın 4'te 1, 4'te 8 yəni x kvadrat verir bizə. 4'te 5'dən 4'te 1'i çıxanda deməli 4'te 4 yəni x verir. Və 4'te 1'dən 4'te 1 çıxanda 0 yəni x üstü 0 1. Surətdə x kub çıxılsın 1 alınır. A kub çıxılsın b kub. Deməli x üstü 4'te 1'lər burada gedir. X kub çıxılsın 1 açıq. X çıxılsın 1. X kvadrat üstə gəl x üstə gəl 1. Məxrəcdə də x kvadrat çıxılsın x üstə gəl 1 dx. Bunlar da gedir. Qalır integral 1'dən 3'ə x çıxılsın 1 dx. X'ın ibtidai funksiyası x kvadrat bölünsün 2. 1'in ibtidai funksiyası x. Yuxarı sənədi yerine yazırıq. Üçün kvadratı 9 bölü 2 çıxılsın 3. Aşağı sənədi 1 yazırıq yerine olur. 2'də 1 çıxılsın 1. Deməli 2'də 9 çıxılsın 3 çıxılsın 2'də 1 üstə gəl 1. 2'də 9 çıxılsın 2'də 1, 2'də 8 bu da bizə 4 verir. Mənfi üstə gəl 1, mənfi 2, 4 çıxılsın 2 cavabımız olur 2 yəni D variantı. 74'e baxırıq. A və bir natural ədədlər üçün 3 vurulsun. İntegral 1'dən 2'ye x kvadrat dx bərabərdir 2 vurulsun. İntegral A'dan B'ye x dx. Olarsa AB hasilini tapın. Diqqətlə fikir verək. Deməli x kvadratın ibtidai funksiyası x kub bölünsün 3. Karşısında da 3 var.
Birden 2'ye beraberdir. 2 vurulsun. X'in ikiler fonksiyonu x kvadrat bölü 2 a'dan 1'ye. İşte burada gidiyor. 22 yazsa olur. 2'nin kubu çıkılsın 1'in kubu. Metresiye burada ihtiyaç yoktu. Beraberdir. 2'ler de burada gelir. X'in yerine b yazırız. Demek olur b kvadrat çıkılsın. Bir de a yazırıq olur a kvadrat. Demek b kvadrat çıkılsın a kvadrat beraberdir. 8 çıkılsın 1 yani 7. Bizden AB hasilini soruşur. Açığa B çıkılsın A. B söylenirsin A beraberdir 7. Biri 7 sadədir. Deməli, bunlardan biri 1, biri 7'dir. Deməli, fərq 1'ə bərabərdir. Yəni, B çıxılsın A 1'ə bərabərdir. B üstü A 7'ye bərabərdir. Və tərəf-tərəfə toplayırıq, A'lar gedir. 2B bərabər olur 8'ə, B bərabər olur 4'ə. A da bərabər olur 3'ə. Bizdən AB hasilini soruşur. 4 vurulsun 3. Cevabımız olur 12. 75'e bakar. İntegral A'dan B'ye x kvadrat dx beraberdir. -2 integral A'dan B'ye dx olarsa A kvadrat üstə gəl AB üstə gəl B kvadrat cəmi tapın. A'da fərqlidir. B'dən. X kvadratın ibtidai funksiyası x kub bölünsün 3 A'dan B'ye beraberdir. -2 sabitin integralı x A'dan B'ye. Sənədləri yerinə yazaq. B kub bölünsün 3 çıxılsın. A kub bölünsün 3 beraberdir. -2 vurulsun. B çıxılsın A. Hər tərəf 3'ə vursaq. B'nin kubu çıxılsın. A'nın kubu beraberdir. -6. B çıxılsın A. B kub çıxılsın A kub atacaq. B çıxılsın A. B kvadrat üstə gəl AB üstə gəl A kvadrat beraberdir. -6 vurulsun. B çıxılsın A. Hər tərəfi B çıxılsın A'ya bölə bilərik. AB-dən fərqlidir. Yəni sıfa çevrilməz məfəc qalacaq. A kvadrat üstə gəl AB üstə gəl B kvadrat beraberdir. -6. Bunu da bizdən soruşurdu. Deməli 75'te cevabımız C variantı. 76. İntegral 2'den A'ya x kvadrat dx beraberdir 4 olarsa 4'te 1 A kub ifadesinin kıymetini hesaplayın. Deməli, x kvadratın ifadəli funksiyası x kub bölünsün 3 2'den A'ya beraberdir. Yuxarı sənədi yerine yazırıq. A kub bölünsün 3 çıxılsın. 2'nin yerine yazırıq. Olur 8 bölünsün 3 beraberdir. A kub bölünsün 3 beraberdir. 4 üstə gəl. 3'te 8. A kub bölünsün 3 beraberdir. 3'te 20. Her tarafı 3'er vura bilərik. A kub beraber olur 20'ye. Ve bizden 4'te 1 A kubu soruşur. 4'te 1 olsun 20. Cevabımız olur 5. 77. İntegral A'dan 3'e x kvadrat dx beraberdir 2 olarsa 3'te 1 A'nın kubunu tap. Deməli, x kvadrat x kub bölünsün 3 şeklinde yazılır. A'dan 3'e beraberdir 2. 3x'in yerine yazılır. Olur 27 bölünsün 3 çıxılsın. A'nı yazılır. A'nın kubu bölünsün 3 beraberdir 2. Her tarafı 3'e vurabilirik. 27 çıxılsın. A'nın kubu beraberdir 6. A kub beraber olur 21. Bizden 3'te 1 A kubu soruşur. 3'te 1 vurulsun 21 beraberdir 7. 78. İntegral 2A'dan B'ye dx beraberdir 1. A üstə gəl 1 29. A'nı tapın.
Sabitin integralı x olacak. 2a'dan b'ye beraberdir 5. Yani b çıkılsın 2a beraberdir 5. Getirip yazalım. Deməli, A üstəgəl B-nin altında mənfi 2A üstəgəl B bərabərdir 1. Birinci dənlikdən ikinci dənliyi çıxaq. B ilə B-dir. A-dan mənfi 2A-nı çıxırıq 3A. 29-dan 5-i çıxırıq 24. Buradan da A bərabər olur 8-ə. 79. İntegral A-dan 2B'ye dx bərabərdir 13. A üstəgəl B bərabərdir 8 olarsa B-ni tapın. Deməli, sabitin integralı x-a bərabərdir. A-dan 2B'ye bərabərdir 13. Deməli, buradan belə çıxır ki, 2B çıxılsın A. 13'e bərabərdir. Getirib yazaq burada. A mənfi A üstəgəl 2B bərabərdir 13. Tərəf tərəfə toplayaq. A'lar gedir. 3B bərabər olur 21'e. B də bərabər olur 7'ye. 80. İntegral 2'den 5'e 3. Kosinüs kvadrat x üstəgəl sinüs kvadrat x dx. 1-2 kosinüs kvadrat x üstəgəl sinüs kvadrat x 1'e beraberdir. İntegral 2'den 5'e 3 dx sabitin integralıdır. Değer fonksiyonu 3x olacak. 2'den 5'e bu da beraberdir. 3 kırılsın 5 çıkılsın 2 yani 9. 81. İntegral mənfi 1'den 2'ye 3x kvadrat çıkılsın 8x üstəgəl 1 dx beraberdir. 3x kvadratın iktidar fonksiyası x çıkılsın 8x'in 4x kvadrat 1'in iktidar fonksiyası x mənfi 1'den 2'ye hesaplıyorum. Əvvəl 2'ni yazırıq x'ların yerine 2'nin kubu 8 4 olsun 2'nin kvadratı yani 16 yerine 2 yazırıq. İkinci dəfə mənfi 1 yazırıq. Mənfi 1'in kubu mənfi 1 çıxılsın 4 vurulsun mənfi 1'in kvadratı üstəgəl x'in yerine mənfi 1 yazırıq. Mənfi 1 8 çıxın 6 mənfi 8 üstəgəl 2 mənfi 6 mənfi 1 mənfi 4 mənfi 5 üstəgəl mənfi 1 mənfi 6 qarşısında mənfi var. Bu da bize verir. Mənfi 6 üstəgəl 6 yani 0. 82. İntegral 0'dan 3'e x çıkılsın 2'nin kvadratı dx. Qüvvət üstü var. Deməli, qüvvətin integral kimi baxılır. İktidar funksiyası olacaq. X çıxılsın 2'nin üstündə 2 üstəgəl 1. Məxrəcdə də 2 üstəgəl 1. Və sərhədləri qeyd edirik 0'dan 3'e. Bir də x-ların yerine 3 yazırıq. 3 çıxılsın 2. Qüvvət üstü 3. Məxrəc 3. Çıxılsın 2 də qısır yazırıq. 0 çıxılsın 2. Qüvvət üstü 3. Məxrəc 3. Deməli, olur 3'də 1. Mənfi 2'nin kubu mənfi 8. Olacaq 3'də 8. Bu da bize verir 3'də 9 yani 3. 83'e baxırıq. İntegral 1'den 4'e x çıxılsın 1'in kvadratı. Qüvvətin integralı x çıxılsın 1'in qüvvət üstü 1 var artır. Sərhədlər 1'den 4'e getirib x-ların yerine yazırıq. 4'den 1'i 4'ü yazırıq bir dəfə yerine 4 çıxılsın 1'i 3 3'ün kubu 27 bölünsün 3 çıxılsın 1 yazırıq 1 çıxılsın 1 0. Deməli cavabımız olur 3'də 27. Bu da bize verir 9. 84. İntegral 1'den 4'e. X vurulsun kökte x'e yazıram. X üstü 2'də 1. Və qüvvət üstləri toplanılır.
X üstü 2'de 3. Yine de qüvvətin integral kimi baxdıq. X-in üstündə 2'de 3 üstə gəl 1. 2'de 3 üstə gəl 1. Sərhədlər 1'dən 4'ə. X üstü 2'de 3 üstə gəl 2'de 2 yani 2'de 5. Məxrəcimiz də 2'de 5. 1'dən 4'ə. 2'de 5'i tersine çevirsək 5'de 2. X üstü 2'de 5. 1'dən 4'ə. 2'de 4 yazılır yerine. 5'de 2 vurulsun. 4 üstü 2'de 5 çıkılsın. 1 üstü 2'de 5. 4 üstü 2'de 1 yani 2 üstü 2 vurulsun 2'de 5. 2'ler yerine 2 üstü 5 32 kalır. 32 çıkılsın 1. Bu da bize verir. 5'de 2 vurulsun 31 yani 60. 2 bölünsün 5. Deməli, bu da olacaq 12 tam onda dur. 85. İntegral 2'den 5'e x dx beraberdir 10 olursa integral 2'den 5'e x üste gel 1 dx'ı hesapla. Səmin integralı integralların cəmləmə al. Yani integral 2'den 5'e fx dx üste gel integral 2'den 5'e 1 dx. Yani birinci integral cevabı bize verilir 10. Sabit integral x'a beraberdir. 2'den 5'e 10 üste gel 5 çıkılsın 2. Bu da bize verir 13. 86. 3 x üstü 2 tamamında 5. Kökte x'i da yazalım. X üstü 0 tamamında 5. dx 1'den 3'e. Bölende üstler çıkılır. 3x kvadrat dx. 3x kvadrattan müptezel fonksiyası x kub. 1'den 3'e. Bu da bize verir. 3'ün kubu çıkılsın. 1'in kubu. Yani 27 çıkılsın 1. 26. 87. İntegral 1'den 2'ye 4 üstü 4 vurulsun x üstü 3 tamamında 5 bölünsün. Kökte x yani x üstü 0 tamamında 5 dx. Bölende üstler çıkılır. Olacak 4 x üstü 3 dx. Bu da bize verir x üstü 4 1'den 2'ye 2 üstü 4 çıkılsın 1 üstü 4 yani 16 çarpı 1 cevap olur 15. 88. İntegral menfi 1 bölü 2'den 0'a 1 çıkılsın. Kosinüs kvadrat x dx. Bu da bize verir. Kök altında sinüs kvadrat x dx ve kökten modulda sinüs x çıkır. Sinüs x'in menfi 1 bölü 0 yani 4. rüde işaresi menfidir. Buna göre menfi sinüs x'e beraber olur. Menfi sinüs x de kosinüs x'in teoremesidir. Yani iktidar fonksiyonu kosinüs x'tir. Olacak kosinüs 0'dan yani kosinüs 0 çıkılsın kosinüs menfi 1 bölü 2 kosinüs 0'da 1 alır. Cüt fonksiyonu 1 bölü 2'de de 0 alır. Cevap olur 1. 89. İntegral 1 bölü 2'den pi'ye kök altında 1 çıkılsın. Sinüs kvadrat x dx beraberdir. İntegral kök altında kosinüs kvadrat x
dx ve bu da beraberdir. Modulda kosinüs x. Şimdi modulun daxilindeki kosinüs x'in işaresini təyin etmək lazımdır. Pi bölü 2 pi aralığında. Deməli, kosinüs x mənfidir. Buna göre moduldan kosinüs x'in əksi yerine kosinüs x çıxır. Kosinüs x'in iptidai funksiyası 1, 2 sinüs x'dir. Karşısında da mənfi var. Mənfi sinüs x. 1 bölü 2'də pi. Deməli, mənfi sinüs pi çıxılsın sinüs pi bölü 2. Pi de 0 alır. Pi bölü 2'də 1 alır. Mənfi 1 cevabımız olur 1. 90. İntegral 1'den 2'ye x kolu üste gel. Fx dx beraberdir 5 olarsa integral 1'den 2'ye 4 fx dx'ı tapın. Deməli, burada fikir verək. Cəmin integralı ayrı-ayrı integralların deməli cəmi bərabərdir. Yəni integral 1'den 2'ye x kol dx üste gel. İntegral 1'den 2'ye fx dx bu da beraberdir. X kolun iptidai funksiyası x üstü 4 bölünsün 4 1'den 2'ye deməli üste gel. İntegral 1'den 2'ye fx dx beraberdir. 2 yazsak x'in yerine olacak 2 üstü 4 bölünsün 4. Yani 16 bölünsün 4. Bu da bize 4 verecek. 1 yazsak olacak çıkılsın 4'te 1. İşte gel integral 1'den 2'ye fx dx. Deməli 4'ten de 4'te 1'i çıkarır. Bu da bize verir 4'te 15. Şimdi bunun cevabını bize vermişti 5. Yani biz buradan integral 1'den 2'ye fx dx'ı tapabiliriz. 5 çıkılsın 4'te 15. Bu da beraberdir 4'te 5. Ve getirip yazılıq yerində bizdən soruşurdu 4 fx dx'in integralını tapın 4 çıxır. İntegral işaresinin karşısına integral 1'den 2'ye fx dx. Bu da beraberdir 4 vurulsun 4'te 5. Yani cevabımız olur 5. 91. İntegral mənfi 2'den mənfi 1'e modulda x. Ben burada cəmi integral verip ayrı-ayrı integrallar cəmi şeklinde yazıram. Mənfi 2'den mənfi 1'e modulda x çıxılsın 3 dx. Deməli, mənfi 2 mənfi 1 aralığında demək x işarəsi mənfidir. X çıxılsın 3'ün işarəsi mənfidir. Ondan moduldan əksi çıxır. Yəni mənfini ataq integral işarəsinin qarşısına. X çıxılsın 3'ün işarəsi mənfi olduğu üçün əksi çıxır. Yəni 3 çıxılsın x dx. Mənfi 2'den mənfi 1'e. Ve iptidai funksiyalar tapırıq. Mənfi x kvadrat bölü 2. Mənfi 2'den mənfi 1'e. Deməli, üstə gəl. 3'ün iptidai funksiyası 3x çıxılsın x kvadrat bölü 2. Mənfi 2'den mənfi 1'e. Deməli, mənfi 1'i yerine qoyub hesablayırıq. Olur 2'də 1 çıxılsın. Mənfi 2'nin kvadratı 4. 4'ü 2'ye bölürük 2. İşte gel. Şimdi mənfi 1 yazanda olur mənfi 3. Mənfi 1'in kvadratı müsbət 1 olur 2'də 1. Çıxılsın 2'də 1. Şimdi mənfi 2'nin yazılıq yerine olur mənfi 6. Mənfi 2'nin kvadratı 4. 4'ü bölü 2'ye 2. 2'də 1 çıxılsın mənfi 2. Deməli, mənfi 1 tamamda 5. Karşısında da mənfi var. Müsbət 1 tamamda 5. Və mənfi 3 çıxılsın 2 tamamda 1. Mənfi 3 tamamda 5. Mənfi 3 tamamda 5.
Mənfi 6 çıxı mənfi 2, mənfi 8 qarşısında da mənfi var. Müsbət 8 olur. Mənfi 2 üstəgəl 8. Bu da bizə verir 6. 92'ye baxaq. Oxşar sualdır. 3'dən 4'ə. Yine ayrı yazıram. İntegralları modulda x dx üstəgəl modulda x çıxılsın 2. Deməli 3 4 müsbətdir. 3 4 aralığında mesela 3 tamamda 5 götürsək burada da işarə müsbətdir. Deməli integral 3'dən 4'ə x dx üstəgəl integral 3'dən 4'ə x çıxılsın 2 dx. Bunları yine de birleştirip bir yerde yazabiliriz. İntegral 3'dən 4'ə x üstəgəl x çıxılsın 2 dx. Yani 2 kısılsın 2. Şimdi de karşıya atsak olacak x kısılsın 1 dx. İktidar fonksiyası x kvadrat bölü 2 kısılsın x. 3'ten 4'e. 2 vurulsun. 4'e yazsak 4'ün kvadratı 16. 16 bölü 2 8. 8 kısılsın 4. Bir de 3'e yazırıq. Deməli 3 kvadrat 9. 9'u bölü 2'ye 4 tamamda 5. Olur çıxılsın 4 tamamda 5. 3'ü de yazanda deməli x'in yerine olur çıxılsın 3. Karşısında da bir çıxılma var. Üstə gəlir 3. Deməli 4. 4 tamamda 5'i çıxana mənfi 0 tamamda 5. Üstə gəlir 3. 2 tamamda 5. 2 vurulsun 2 tamamda 5. Cevap olur 5. 93. İntegral A'dan B'ye 2 fx dx beraberdir 8. Ve integral A'dan B'ye jx dx beraberdir mənfi 2. İntegral A'dan B'ye 7 fx çıxılsın 3 jx dx'i tapın. Deməli, baxırda 2 əmsalı verir ki, qarşıya çıxır. Oradan integral A'dan B'ye fx dx'i tapaq. Beraber olur 8 bölünsün 2 yəni 4. Getmək tələb olunan sualda nəzərə alaq. Burada fərqin integralıdır. İntegralları fərqli şəklində yaza bilərik. İntegral A'dan B'ye baxın 7 əmsalı da integral şaresinin qarşısında yazıla bilər. Fx dx çıxılsın 3 integral şaresinin qarşısına çıxar. A'dan B'ye jx dx. Fx dx'i tapdıq 4. 7 vurulsun 4 çıxılsın 3 vurulsun. Jx dx'in de integralını verirlər mənfi 2. Ve hesablayırıq 28 üstəgəl 6 beraberdir 34. İntegral A'dan B'ye fx dx beraberdir 7. İntegral A'dan B'ye 4 jx dx beraberdir mənfi 6 olarsa integral A'dan B'ye 3 fx çıxılsın 8 jx dx'i hesablayın. Deməli fx'in integralı 7'ye beraberdir. Jx'in integralı da mənfi 6 bölünsün 4 mənfi 1 tamamda 5 tapılıb gətirib bax burada yerine yazabilir. Bu integralları ayrı yazar. İntegral A'dan B'ye 3'ü çıkarak integral şaresinin karşısına fx dx çıkılsın. 8'i çıkarak integral şaresinin karşısına 8 integral A'dan B'ye jx dx beraber fx dx'in AB aralığında deməli integralı belli bir 7. Bu 3 olsun 7. Jx dx'i de bak buradan integral A'dan B'ye jx dx beraberdir mənfi 6 bölünsün 4 yani mənfi 1 tamamda 5. Getir burada nəzər ala bilərik. 8 olsun mənfi 1 tamamda 5. Bu da bize verir 21 üstəgəl 12. Cevablar 33. 95.
Deməli, 2 vurulsun integral 1-dən 5-ə kosinus kvadrat x dx üstəgəl integral 1-dən 5-ə 1 çıxılsın kosinus 2x dx. Deməli, burada 1 çıxılsın kosinus 2x var. Dərəcənin aşağı salma düsturundan istifadə edək. Deməli, əvvəlin olduğu kimi yazaq. Kosinus kvadrat x dx üstəgəl integral 1-dən 5-ə 2 sinus kvadrat x dx. Deməli, sərhədlər eynidir. Eyni integralda yaza bilərik. 2-ni də orta qrup kimi çıxara bilərik. İntegral 1-dən 5-ə kosinus kvadrat x üstəgəl sinus kvadrat x dx. Bu da bize 1 verir. Deməli 2 integral 1-dən 5-ə 1 dx. Yəni dx. Sabitin integralı da x-a bərabərdir. Sərhədlər 1-dən 5-ə 2 vurulsun 5 çıxılsın 1. Bu da bize verir 2 vurulsun 4 yəni 8. 96'ya baxırıq. İntegral 3'dən a'ya dx bölünsün x bərabərdir 3 elin 2. 1 2 integral 1 bölünsün x elin da bərabərdir. Deməli, elin modulda x 3'dən a'ya bərabərdir 3 elin 2. A'nı da 3'e getirir yerine yazılır. Elin modulda a çıxılsın elin 3 2'nin üzerine geçirebilerek elin 2 üstü 3 yani 8. Ve elin smalalı bir 2 bölü modulda a bölünsün 3 beraber bir elin 8. Her taraftan elinden atabiliriz. Modulda beraber olan 3 vurulsun 8 yani 24. A beraber olan müsbet menfi 24. Ama burada a deməli logaritmalı ifadeye düşür. Yani mütləq a büyüktür 0 olmalıdır. Deməli biz a'nın cevabını 24 kimi götürürük. Müsbet 24. 97. İntegral pi bölü 6'dan pi bölü 2'ye 1 üstəgəl sinus 2x üstəgəl kosinus 2x bölünsün sinus x üstəgəl kosinus x dx. Deməli, sadələşmə aparaq. Bir üstəgəl kosinus 2x. Bu bizə verəcək. Deməli, 2 kosinus kvadrat x. Sinus 2x'i da açırıq. 2 sinus x, kosinus x. Məxrəcdə də saxlayırıq olduğu kimi sinus x üstəgəl kosinus x. Və buradan 2 kosinus x-ni də bizə xaricinə çıxar. Kosinus x üstəgəl sinus x. Məxrəcdə də sinus x üstəgəl kosinus x dx. Burada da bunlar gelir. Kalır integral pi bölü 6'dan pi bölü 2'ye 2 kosinus x dx. Ve içine integral şaresinin karşısında yazırıq. Pi bölü 6'dan pi bölü 2'ye kosinus x dx. Kosinus x'in iktidai fonksiyası sinus x'a beraberdir. Getir yerine yazırıq. Sinus pi bölü 2 çıxılsın sinus pi bölü 6. Sinus 91'dir. Sinus pi bölü 6 30 derecede 2 demir alır. 2 vurulsun 2'de 1. Cevabımız 1. 98. Oxşar sualdır. İntegral pi bölü 3'ten pi bölü 2. Birbaşa tətbiq edək. 1 çıxılsın kosinus 2x'i yazırıq 2 sinus kvadrat x
Sinüs 2x'i da açaq. 2 sinüs x kosinüs x məxrəc olduğu kimi yazılsın. Və deməli 2 sinüs x mötərizə xaricinə çıxır. Qalır sinüs x çıxılsın kosinüs x. Məxrəcdə də sinüs x çıxılsın kosinüs x. Və bax bunlar ixtisar gedir, qalır. Deməli 2 sinüs x. 1 bölü 3'ten 1 bölü 2. Ve ibtidai fonksiyonumuz olur. Mənfi 2 kosinüs x. Sərhədləri qeyd edirik. Və nəhayət mənfi 2 vurulsun kosinüs 1 bölü 2 çıxılsın kosinüs 1 bölü 3. Bu da bizə verir. Mənfi 2 0 çıxılsın 2'də 1. Deməli mənfi 2 vurulsun mənfi 2'də 1 yəni 1. 99. İntegral 5'ten a'ya x üstegel sinüs kvadrat x dx üstegel integral 5'ten a'ya x üstegel kosinüs kvadrat x dx beraberdir a kvadrat. Bizden a'mız oluşur. Bakın sənədlər eynidir. Biz eyni integral işarəsi altında yaza bilərik. Deməli x üstəgəl sinüs kvadrat x kosinüs kvadrat x da yazaq yanında. Bir de burada x var. Bu da beraber olur. Deməli bu bize 1 verir. Qalır integral 5'ten a'ya 1 üstəgəl 2x. Bu da beraberdir. Deməli 1'in iptidai fonksiyası x, x kvadratın iptidai fonksiyası 2x, 5'ten a'ya. Bir defa a yazılır yerine, a üstəgəl a kvadrat çıxılsın. Bir de 5 yazır. Ve a kvadrat üstəgəl a çıxılsın 30. Deməli bizə tənqid şeklində verilmişdir. Sağ tərəfində də a kvadrat var idi. A kvadrat üstəgəl a çıxılsın 30 bərabərdir a kvadrat. A kvadratlar burada gedir, a bərabər olur 30'dan. Cevabımız da elə 30. Yüzde baxırıq. İntegral 6'dan b'ye kosinüs kvadrat x dx beraberdir. İntegral b'den 6'ya sinüs kvadrat x dx üstəgəl 2 tamamda 6. Beraberliğinden b'ni tapın. Deməli, bakın sərhədləri 6'dan b'ye, b'den 6. Yani əks. Əks olanda qarşısında mənfi işarəsi atmaq olur. Yani integral 6'dan b'ye kosinüs kvadrat x dx beraberdir. Mənfi işarəsi atıp sərhədlərin yerini dəyişdirmək olur. Yani bu müəyyən integralın qaydasıdır. Olur sinüs kvadrat x dx üstəgəl 2 tamamda 6. Sol tərəfə geçirsə integral 6'dan b'ye kosinüs kvadrat x dx üstəgəl integral 6'dan b'ye sinüs kvadrat x dx beraberdir 2 tamamda 6. Ve bunlar da en integral işarəsi altında yazsa kosinüs kvadrat x üstəgəl sinüs kvadrat x dx beraberdir 2 tamamda 6. Bu da bize 1 verir. İntegral 6'dan b'ye 1 dx beraber 2 tamamda 6. İptidai fonksiyon x'e beraberdir. 6'dan b'ye beraberdir 2 tamamda 6. Yani b çıxılsın 6 beraberdir 2 tamamda 6. B beraberdir 6 üstəgəl 2 tamamda 6. Yani 8 tamamda 6. 101. İntegral pi bölü 12'den pi bölü 6'ya
1 bölünsün sinüs kvadrat 3x dx beraberdir. A çıxılsın 1 tam 3'te 2 beraberliğinden A'nı tapın. 1 bölünsün sinüs kvadrat 3 çıxsın. İntegralı bildik ki mənfi kotangens 3x bir de karşısına 3'te 1 düşür. Yani mənfi 3'te 1 kotangens 3x. 1 bölünsün 12'den 1 bölünsün 6'ya. Beraberdir. A çıxılsın 1 tam 3'te 2. 1 bölü 6'nın yerine yazsaq. Yani 3'te 1 vurulsun. Kotangens 3 vurulsun pi bölü 6. Yani pi bölü 2. Çıxılsın. Kotangens 3 vurulsun pi bölü 12. Yani pi bölü 4. Beraberdir. A çıxılsın 1 tam 3'te 2. Deməli, pi bölü 2'də 90'da sıra alır. Pi bölü 4'te de 1 alır. Mənfi 3'te 1 vurulsun mənfi 1. Bize verir 3'te 1. A çıxılsın 1 tam 3'te 2. A beraberdir. 1 tam 3'te 2 üste gel. 3'te 1. Bu da beraber olur. 1 tam 3'te 3 yani 2. 102. 1'den 4'e 2 sinüs kvadrat x dx üste gel 1'den 4'e 1 üste gel kosinüs 2x dx. İntegral 1'den 4'e 2 sinüs kvadrat x dx üste gel. İntegral 1'den 4'e 1 üste gel kosinüs 2x'in yerine yazırıq. 2 kosinüs kvadrat x dx. Deməli, 2'ni emsal kimi karşıya getirsək, yeni integral işarəsi altında yazsaq, olur sinüs kvadrat x üstə gəl. Kosinüs kvadrat x dx. Bu da 1 verir bize. 1 dx. Sabitin integralıdır. Direkt fonksiya x'dir. 2 vurulsun 4 çıxılsın 1. Yani 2 vurulsun 3. Cevap 6. 103. İntegral 3 pi bölü 2'den 2 pi. Deməli, ayrı integrallar şeklinde yazıram. Modulda kosinüs x dx çıxılsın sinüs x. Deməli, 3 pi bölü 2'den 2 pi'ye. 4. rübdə kosinüs müsbətdir. Yəni, müsbət kosinüs x çıxacaq. Day funksiyası sinüs x olacaq. 3 pi bölü 2'den 2 pi'ye. Sinüs x'in day funksiyası. Mənfi kosinüs x qarşılığında mənfi var. Müsbət kosinüs x 3 pi bölü 2'den 2 pi'ye. Beraberdir. Sinüs 2 pi çıxılsın sinüs 3 pi bölü 2 üstə gəl kosinüs 2 pi çıxılsın kosinüs 3 pi bölü 2. Sinüs 360 derecede sıra alır. 270 derecede mənfi 1 alır. Karşısında da mənfi var. 2 pi de kosinüs 1 alır. 270 derecede sıra alır. Cevap olur. 1 üstə gəl 1. Yani 2. 104. Oxşar sualdır. Pi bölü 2'den pi'ye. Modulda sinüs x dx. Birbaşa integralların fərq şeklinde yazıram. Yine de sinüs pi bölü 2'den pi'ye. Kosinüs x dx. Pi bölü 2'den pi'ye ikincilik sinüs müsbətdir. Müsbət çıxacaq. Day funksiyası mənfi kosinüs x. Pi bölü 2'den pi'ye. Kosinüs x ikincilikdə
Deməli, burada ehtiyac yoxdur, çünki modul yoxdur burada. Kosinus x-in tüday funksiyası sinus x 1 bölü 2-dən 1. Deməli, mənfi kosinus pi çıxılsın kosinus pi bölü 2 çıxılsın sinus pi çıxılsın sinus pi bölü 2. Kosinus pi'dən mənfi 1 alır, 90'da 0 alır. Sinus pi'də 0 alır, 90'da 1 alır. Bu da bize verir müsbət 1. Müsbət 1. Üstə gəl 1. Cevap 2. 105. Deməli, integral 1'dən 7'yə f(x, dx) bərabərdir 15 və integral 1'dən 12'yə f(x, dx) bərabərdir 5 olarsa, mənfi 3 integral 7'dən 12'yə f(x, dx)'ı tapın. Sənədlər fikir verək 1'dən 7'yə, 1'dən 12'yə, 7'dən 12'yə, öbür 1'dən 7'yə, 7'dən 12'yə. Bunları toplayanda bize 1'dən 12'yə verir. Yani böyle bir kaydamız var idi. İntegral A'dan C'ye f(x, dx) üste gel integral C'den B'ye f(x, dx) beraberdir integral A'dan B'ye f(x, dx). Yani B'nin integral hasselerinden biridir. Bunu tətbiq etsək, 1'den 7'ye üste gel 7'den 12'ye beraber olmalı 1'den 12'ye. Yani integral 1'den 7'ye f(x, dx üste gel integral 7'den 12'ye f(x, dx beraberdir integral 1'den 12'ye f(x, dx. Getir yerine yazsaq 1'den 7'ye 1, 15. İşte gel. Deməli 7'den 12'ye yok. Soruşur bizden. Yerine x yazar. Beraberdir. 1'den 12'ye. Bak verip 5. Buradan x'i tapaq mənfi 10. Yani integral 7'den 12'ye f(x, dx'i tapdık. Mənfi 10. Getir bak yerinde yazır. Mənfi 3 vurulsun. Mənfi 10. Cevabımız 30. 106. Oxşar sual. Deməli, integral 1'den 8'e f(x, dx beraberdir 14 ve integral 1'den 13'e f(x, dx beraberdir 19. Bizden soruşur 4 integral 8'den 13'e f(x, dx tamam. Yani M'nin integral haslesini tətbiq etsək, integral 1'den 8'e f(x, dx beraberdir. Daha doğrusu üstü gel. İntegral 8'den 13'e f(x, dx beraberdir. İntegral 1'den 13'e f(x, dx. Yani bu haslen tətbiq edip yerine yazaq qiymətlərini. 1'den 8'e bize verib 14. İşte gel 8'den 13'e soruşur. Buraya hemen bir x'la işaret etsək. 1'den 13'e de verilib 19. Buradan x'i tapsaq x 5'e beraberdir. Getiririk. Deməli f(x, dx bax bu integral 8'den 13'e f(x, dx'dan tapdıq 5. Getir yerine yazılır. Yani 4 vurulsun 5. Cevap olur 20. Yüz ilki. İntegral pi bölü 4'ten 3 pi bölü 8'e deməli 1 bölünsün sinus kvadrat x kosinus kvadrat x dx. Mərkəzə fikir veririk. Sinus kvadrat x kosinus kvadrat x deməli ikilik arqument üstlərine göre bize
Dörtte bir. Sinüs kvadrat 2x'i verir. Beraber. Demek 1 bölünsün dörtte bir de bize verir 4. Yani 4'ü geçer integral şaresinin karşısına. 1 bölünsün sinüs kvadrat 2x dx. 1 bölünsün sinüs kvadrat 2x'in integralını yadımıza salaq. 1 bölünsün sinüs kvadrat kx beraber 7. Mənfi 1 bölünsün k kotangens kx. Üstünü tətbiq etsək, mənfi 4 olsun 1 bölünsün 2 kotangens 2x. Deməli, səhərlərimiz 1 bölü 4'dən 3 1 bölü 8'e. Mənfi 4 olsun 2 ilə 1 mənfi 2 kotangens. 2'ni vurur 3 1 bölü 8'e bize verir 3 1 bölü 4. Deməli, çıxılsın 2'ni 1 bölü 4'e vururuq 1 bölü 2. 3 1 bölü 4. Bu da 135 derecedir. Komşu bucaqların kotangensi əksdir. Yəni mənfi kotangens 45'e bərabərdir. Yəni mənfi 1'ə 90'ı da 0 alır. Deməli cavabımız olur 2. 108. Bir kız cüt. Z kız tek fonksiyadır. İntegral 0'dan 1'e f kız dx beraberdir 10 olarsa mənfi 1'den 1'e. Deməli 2 f kız işte gel 3 j kız dx'i da. Deməli f kız cüt fonksiyadır, jx tek fonksiyadır. Ve 0'dan 1'e f x dx'i bize verir 10. Deməli sual olarak bunları ayrı yazar. Cəmli integralların cəmli şeklinde yazar. Mənfi 1'den 1'e 2'ni data karşıya f kız dx 3 mənfi 1'den 1'e j kız dx beraberdir. Qaydamıza əsasən, əgər integral sərhədləri əks olarsa, sıfır nəzərən simmetrik olarsa, o zaman əgər funksiya cüz funksiyadırsa, onda integralı 2 vurulsun f(x)'a bərabər olur. Yəni, integral mənfi a'dan a'ya f(x) dx bərabər. Əgər cüz funksiyadırsa, 2 vurulsun 0'dan a'ya f(x) dx olur. Eğer tek fonksiyadırsa, yani sərhədlər sıfır nəzərən simmetrik özü də tek fonksiya olsa, bu zaman cevabı sıfıra bərabər olur. Bax, bu hadisələri tətbiq etsək, axı f(x) funksiyasını cüt vermişdi. Cüt verirsə, 2 vurulsun, qaydamızda da bir dənə 2 var. 2 integral 0'dan 1'e f(x) dx eğer 3 vurulsun, jx da tek funksiya idi. Tek funksiyadır, səhərlərdə baxın, əksdir. Mənfi 1 1 əksdir. Deməli, cavabı 0 olacaq. 0'dan 1'e f(x) dx bizə 10 vermişdi. Deməli, 4 vurulsun 10, üstəgəl 3 vurulsun 0 da bizə 0 verir. Cavabımız olur 40. 109. Grafiki verilmiş f(x) funksiyası üçün integral mənfi 4'ten 0'a f'(x) dx işte integral mənfi 2'den 5'e f'(x) dx'i hesablayın. Diqqətlə fikir verdik. Bizə f(x) funksiyasının qrafiki verdi və integral f'(x) yazılır. Yəni f(x)'in törəməsi. Deməli, əgər bu f(x)'in törəməsidirsə, onun ibtidai funksiyası f(x) deməkdir də. Yəni özü f(x) imiş. f(x)'dan da törəmə alınır da. Olur f'(x).
Deməli, ibtidai funksiyası, f(x)'ın ibtidai funksiyası f(x). -4'dən 0'a. Eyni ilə ikinci integralda. İbtidai funksiya f(x)'ın özüdür. -2'dən 5'ə. Bərabərdir. Sonra yuxarı sərhəddə yazırıq yerinə. Sonra aşağı sərhəddə f0 çıxılsın f-4 üstəgəl 5 və -2'ni yerinə yazırıq. f5 çıxılsın f-2. f0. Funksiyanın sıfırdakı qiyməti. Baxın, sıfırda alır 2. 2. -4'də. Baxın, -4'də 0 alır. Çıxılsın 0. 5'də. Baxın, 5'də 6 alır. Deməli, funksiyanın 5 nöqtəsinin qiyməti 6'dır. -2. -2'də baxın, 4 alır. Deməli, çıxılsın 4. 2 üstəgəl 6, 8, 8 çıxılsın 4'dür. Cavab 4. 110'a baxaq. İntegral 2'dən 8'ə f(x) dx bərabərdir 36. İntegral 3'dən 5'ə f 3x çıxılsın 7 dx-i hesablayın. Deməli, integral 2'dən 8'ə f(x). f(x)'in ibtidai funksiyası demişik ki, böyük f(x)'dır. Böyük f(x) 2'dən 8'ə bərabərdir 36. Yəni, ibtidai funksiyanın 8 nöqtəsindəki qiyməti f8 çıxılsın f2 bərabərdir 36. Şimdi baxaq sualımıza. f3 çıxılsın 7'nin ibtidai funksiyası. Burada x'in həmsalı 3 olduğu için 3'də 1 şeklində qarşıya çıxır. 3'də 1 f 3x çıxılsın 7. 3'dən 5'ə. Bu da bərabərdir. 3'də 1 f 5x'in yerine yazanda 3 çıxılsın 5 çıxılsın 7. Yəni 8. Çıxılsın f 3x'in yerine yazanda 3 çıxılsın 3 9 9 çıxılsın 7 2. Yəni f2. f8 çıxılsın f2'də tapmış 36. Deməli 3'də 1 vurulsun 36. Cevap olur 12. 111'e bax. Deməli, f(x) cüt funksiyadır. Və integral -4'dən 4'ə f(x) dx bərabərdir 16. Burada diqqətlə fikir verirsək, integralın sənədlərinə baxın, -4 4 və f(x) də cüt funksiyadır. Buradan qayda yadınıza düşür. -a-dan a-ya f(x) dx bərabərdir 2 vurulsun integral 0'dan a'ya f(x) dx. Yəni, əgər f(x) cüt olarsa, bizdə də şərtdə f(x) cütdür. Deməli, integral 0'dan integral 0'dan 4'ə 2 əmsalı qarşısında, bax, bu soldakı kimi f(x) dx bərabər olacaq 16'ya ve buradan çıxır ki, integral 0'dan 4'ə f(x) dx bərabərdir 8'ə. Ve sualımıza baxaq, bizdən həm soruşur. İntegral 2'dən f 4x çıxılsın 8 dx. Deməli, bu funksiyanın ibtidai funksiyası olacaq 4'də 1. Çünki x'in əmsalı var 4. Kiçik f'in ibtidai funksiyası böyük f idi. 4x çıxılsın 8. Sərhədlər 2'dən 3'ə. Və gətirib yerinə yazırıq. 4'də 1 vurulsun. 3x'in yerine yazsaq 4 vurulsun 12, 12 çıxılsın 8'dir. Yəni f4. 2'ni yazsaq 4 vurulsun 2, 8, 8 çıxılsın 8, 0. Yəni f0. f4 çıxılsın f0. Fikirliyə bayaqlar 0'dan 4'ə f(x) dx'i biz tapmışdıq. Buradan f(x)'in axı ibtidai funksiyası böyük f(x)'dir. Böyük f(x) 0'dan 4'ə bərabərdir 8'ə. Yəni, bax, bu aldığımız cevabı getirip burada nəzərə ala bilərik. f(x) 0'dan 4'ə 8'ə bərabərdir. Bizdə f4 çıxılsın f0 almışıq da, yəni f4 çıxılsın f0
beraberdir 8'e. Deməli 4'te 1 vurulsun 8. Bu da beraberdir 2. 112'ye bakalım. İntegral sıfırdan pi'ye 1 bölünsün 1 ise gel kosinüs x bölünsün 2 dx. Merkez etkileri 1 bölünsün kosinüs x bölü 2 derece aşağı salma düsturuna göre 2 kosinüs kvadrat yani yarım argument düsturlarına göre x bölünsün 4'e beraberdir. Burada 1 bölünsün 2 yani 2'de 1 sıksın karşıya. İntegral sıfırdan pi'ye 1 bölünsün kosinüs kvadrat x bölünsün 4 dx. Bu da deməli belki tangensin yani türemesidir. İntegral 1 bölünsün kosinüs kvadrat x dx. 2 tangens x s'ye beraberdir. Burada 1 bölünsün kosinüs kvadrat kx şeklindedir. Yani x'in emsal 4'te 1. O zaman 1 bölünsün k. Emsal gibi öne çıkıyor. Tangens kx. Tetbik etsek bak burada emsal 4'te 1'dir. 1 bölünsün 4'te 1 şeklinde karşıya çıksa olacaktır. Tangens x bölü 4. Sebepte sıfırdan pi. Bu da beraber olur. 2 tangens 0 bölü 4'ün yerine pi yazanda olur. Pi bölü 4 çıkılsın. Tangens 0. Pi bölü 4'te de 1 alır. 0 da 0 alır. Cevap olur 2. %13 uygunluktur. Birinci integral a'dan b'ye 2x dx beraberdir m. 2x x kvadratın türemesidir. Yani iktidar fonksiyası x kvadrattır. A'dan b'ye beraberdir m. Deməli, x'in yerine b yazsaq olur. B kvadrat çıxılsa a kvadrat beraberdir m. Bu da uygun gelir. C bəndinə. İkinci integral a'dan b'ye dx beraberdir m. Sabitin integralıdır. İktidar fonksiyası x'tir. Buradan çıxır ki b çıxılsın a beraberdir m'e. Bu da uygun gelir. Y bəndinə. Üçüncü integral a'dan b'ye 3x kvadrat dx beraberdir m. 3x kvadrat da bunun türemesidir. İktidar fonksiyası x kubdur. Deməli buradan çıxır ki b kub çıxılsın a kub beraberdir m. Bu da uygun gelir. A bəndinə. %14. Birinci integral a'dan b'ye 2x dx beraberdir 15. A üstə gəlir b beraberdir 5. 2x'in iktidar fonksiyası x kvadrattır. Ve sərhədləri yerine qoyduqda olur. B kvadrat çıxılsın a kvadrat beraberdir 15. B çıxılsın a, b üstə gəlir a beraberdir 15. Ve a üstə gəlir b-ni 5 verib gətirib yerine yazırıq. Buradan b çıxılsın a beraber olur. 15 bölünsün 5. B çıxılsın a olur 3. Bu da uygun gelir. D variantına. İkinciye bakalım. İntegral a'dan b'ye 2x dx beraberdir 18. A üstə gəl b beraberdir 3. 3x. 3x kvadrat bölü 2'dir. İktidar fonksiyası. Getir yerine yazsan olur. 3b kvadrat bölü 2 çıxılsın 3a kvadrat bölü 2.
Hər tərəfi 2-yə vursaq olur 3b kvadrat çıxılsın 3a kvadrat bərabərdir 36 və 3-ə bölsək olur 12. Bunu da bizə verir y var. Y'lərində a səviyyəli 3 vermişdir. B kvadrat çıxılsın a kvadratı düz bu şəklində açsaq getirib a səviyyəlinin qiymətini yerinə yazsaq 3'ü 1 çıxılsın a da bərabər olar 12 bölünsün 3 yəni 4'ə buna da uyğun gəlir. Sevəndə. Üçüncü integral a'dan b'yə 5x dx bərabərdir 25. A sögəl b bərabərdir 2. 5x kvadrat böl 2'nin bir funksiyası belədir. Getirib sərhədləri yerinə yazsaq olur 2'də 5 vurulsun b kvadrat çıxılsın a kvadrat və 25'i 2'də 5'e bölsək 5'də 2'ye vurulup 10 alınır və açaq b çıxı a b üstəgəl a bərabərdir 10 a üstəgəl b'nin də 2 verib gətirib yerinə yazsaq b çıxılsın a bərabər olur 10 bölünsün 2'ye yəni 5'ə. Buna da uyğun gəlir A variantı. 115 sonuncu sualımız uyğunluqdur. Mənfi a parçasında integrallanan fx və jx funksiyaları üçün uyğunluğu müəyyən edir. Birincidə fx tək jx cüt funksiyadır. Deməli, variantlara fikir versək görürük ki, mənfi a'dan a'ya fx və jx-in deməli, cəminin integralı və yaxud fərqinin integralından söhbət gedir. Gəlin baxaq, mənfi a'dan a'ya fx üstəgəl jx-in integralına. Cəmin integralı integralların cəminə bərabərdir. Mənfi a'dan a'ya fx dx üstəgəl mənfi a'dan a'ya jx dx. Və müəyyən integralın xassələrinə görə, əgər fx funksiyası tək funksiyadırsa, integralın sərhədləri sıfıra nəzərən simmetrikdirsə, onda cavabı sıfıra bərabərdir. Və əgər cüt funksiyadırsa, jx axı cüt funksiyadır. Cüt funksiyadırsa, onda 2 vurulsun integral sıfırdan a'ya, jx dx-a bərabərdir. Deməli, birincinin cavabı sıfır oldu və sıfır yazıram. Deməli, birə uyğun gəldi, sevəndi. Bunların fərqi isə integral mənfi a'dan a'ya fx dx çıxılsın integral mənfi a'dan a'ya jx dx olacaq. Deməli, dedik ki, cavabı sıfırdır. Bu da olacaq mənfi qarşısında mənfi olduğu üçün. Ki, integral sıfırdan a'ya jx dx bu mənfi işarəsini dəyişdirmək olar. Mənfi müsbət eləsək, sərhədlər yerini dəyişəcək. 2 integral a'dan 0 jx dx. Çünki variantlarda bu cavabda görülür. Y bəndinə fikir versək, deməli 2 sıfırdan a'ya jx dx. Daha doğrusu D bəndində. Deməli, bir uyğun gəldi sayıdır. Bir ikincisine bakalım. Bu zaman fx cüt jx tək funksiyadır. Deməli, onların cəmində ayrı integralların cəmi şəklində yazsaq, fx cütdürsə, onda integral sıfırdan a'ya önə çıxır 2 əmsalı fx dx-ə bərabər olacaq. Tək funksiyada sıfıra bərabər olacaq. Baxaq görək bu cavab harda verilib bizə. B bəndindən deməli 2-yə B bəndi uyğun gəldi. Fərqinə də baxaq. Mənfi a'dan a'ya fx dx çıxılsın
mənfi A-dan A-ya J-X, D-X. Deməli, cüt funksiyadırsa dedik ki, 2 əmsalı qarşıya çıxır, integral 0-dan A-ya f(x, dx). Tek funksiyadırsa integralı 0 yaradılır. İndi burada 0-dan A-ya baxıb fx, dx cavablarda Y bəndində var. Deməli, 1-ə uyğun gəldi, B-yi. Daha doğrusu 2-yə uyğun gəldi. Keçək 3-cüyə. fx və J-X. Hər ikisi cüt funksiyadır. Bu zaman integral mənfi A-dan A-ya fx, dx gəl integral mənfi A-dan A-ya J-X, dx nəyə bərabər olar? Deməli, integral 0-dan A-ya 2 fx, dx gəl integral 0-dan A-ya 2 J-X, dx. Və eyni integral işarəsində yazsaq, 2 ortaq olaraq önə çıxır. İntegral 0-dan A-ya fx gəl J-X, dx. Bu da uyğun gəlir A bəndinə. Tapşırıqlarımız bitdi. Ümid edirəm ki, izahlar sizin üçün faydalı olur. Əvvəlinizdə uğurlar, əziz şagirdlər. Növbəti dərsimiz əyrilər və hüquqlanmış figurların sahəsi olacaq. Növbəti dərsimizdə görüşənə qədər.